Salam. Üçüncü bölmə 4-cü sınaqla davam edirik. Verilən fikirlərdən hansı doğrudur? Bütün çiçəksiz bitkilər çoxalma zamanı yalnız sporla çoxalır. Ümumiyyətlə, biologiyada yalnız, bütün, həmişə bu kimi sözlər olduqda diqqət yetirmək lazımdır. Burada da çılpaq toxumlar toxumla çoxalır. Bu cümlə yanlışdır. Mamırın protoneması üzərində cinsi hüceyrələr əmələ gəlir. Xeyr, qışının protalı üzərində cinsi hüceyrələr yaranır. Mamırın protoneması yetkin bitkiyə başlanğıc verir. Çılpaq toxumu bitkilərdə tozcuqlar erkək bitki, yumurtacıq isə dişi bitki üzərində inkişaf edir. Çılpaq toxumlar birevli bitkilərdir. Bu cümlə isə kevli bitkilərə aid bir cümlədir. Çiçəkli bitkilərin bir toxumun əmələ gəlməsi üçün maylamada 4 hüceyrə iştirak edir. Bəli, 4 hüceyrə, 3 qamet. Doğru olacaq yalnız 4. Qida maddəsi çox olan toxum 20 dərəcə temperaturda və üst səthi işıqlı olan torpaqda cücərilmişdir. Burada nəyə diqqət yetirməlisiniz? Qida maddəsi çox, üst səthi işıqlı olan, temperatur da kifayət qədər var. Bir həftə sonra bu cücərti çıxarıldı. Aşağıdakı nümunələrdən hansı bu cücərtiyə aid olma ehtimalı daha çoxdur? Bax, bunun qida maddəsi çoxdur. Temperatur uyğundursa bu yaxşı cücərəcək. Yəni A və B, A və C cücərtlərindən biri olacaq. Daha sonra deyir ki, üst səthi işıqlı. Əgər üst səthi işıqlı olan torpaqda cücərdilibsə, bu zaman bunun yaşıllaşacaq çıxan yarpaqları. Qaranlıqda olsaydı sarı rəng olardı, çünki xloroplast olmayacaq, fotosintez etmir. İşıqda olduğu üçün yaşıllaşacaq. A doğrudur. Hansı çiçəyin üzərində həm makrospor, həm də mikrospor. Yəni, hansı çiçəkdə həm dişicik var, həm erkəkcik var. Dişicik bu arada genisey, erkəkcik androsey ilə işarə edilir. Birincidə, baxın, androsey sonsuz, genisey 1. Yəni, bunda dişicik də var, erkəkcik də. Həm makro, həm mikrospor yaranacaq. İkinci çiçək mənim deyir ki, 6 yarpaqcıqlı və dişi çiçəkdir. Bunun androsey yoxdur. Bunda mikrospor yaranmayacaq. Üçüncü çiçəkdə həm dişicik, həm erkəkcik var, yaranacaq. Dördüncü çiçək isə erkək çiçəkdir. Bunun isə genisey yoxdur. Yəni, bunda da makrospor yaranmayacaq. 1 və 3 doğru variantımdır. Şəkildə bitkinin hansı vegetativ çoxalma üsulu təsvir edilmişdir? Bu çayır bitkisidir. Kökümsovla çoxalır. Bu da mənə kökümsovu göstərir. Çiçəyində bitişik hissələrin sayı reproduktiv hissələrin sayının neçə ədəd çoxdur? Bitişik hissələri tapaq. Bitişik dedik ki, mötərizədə yazılır. Yəni 5, 7, üstə 9, 16 edəcək. Reproduktiv hissə isə dişicik və erkəkcik, yəni androsey və genisey. Androsey 10, genisey 1, 11 çıxılsın 11 edəcək 5. A variantı. Sonra aşağıdakı şəklə əsasən hansı rəqəmlə verilən hüceyrə spermlə birləşir? 2 qat maylama, mərkəzi hüceyrə və yumurta hüceyrə. Yəni 2 və burada 4. 2 və 4 C variantı. Şəkildə verilən tozlanma üsulu necə adlanır? Quşlarla tozlanma, bu ornitofiliya adlanacaq. B variantı. Animofiliya küləklə, entomofiliya həşəratla, kontrefiliya isə yarasalarla olan tozlanmadır. Çiçəyin kəsacığı haqqında verilən fikirlərdən hansı yanlışdır? Çiçək yanlığının daxili dairəsinə əmələ gətirir. Elə bu yanlışdır. Kəsacıq 2 qat çiçək yanlıqlı bitkilərdə xarici dairəni yaradacaq. A yanlışdır. Hansı rəqəmlə verilmiş hissədə ehtiyat qida toplanır? Lobya toxumu göstərilir. Lobya toxumunda endosperm olmadığı üçün ləpədə toplanır. Bu da 4 ləpədir. 5 toxum qabığıdır. 4 isə ləpə yarpağıdır. Olacaq D variantı. 10-da. Çox toxumlu şirəli meyvəni seçin. Çox toxumlu şirəli olacaq gilə meyvə. Gilə meyvə də misal üçün pomidordur, qarağatdır, üzümdür, bu kimi. B. Meyvələr. Şəkildə verilən meyvə tipi. Baxın, əgər toxumlar, bunlar qının taycıqlarıdır. Qının taycıqlarında deyil də arada bir ara kəsmə pərdə üzərində yerləşirsə, bu buynuz meyvədir. Yox, əgər bu şəkildə qının taycıqlarında yerləşirsə toxumlar, bu paxla meyvədir. Burada da görürəm ki, mən qının taycıqlarında deyil də arada pərdədə yerləşib, bunu mən buynuz meyvə götürəcəm. Əgər o pərdə olmasaydı, birbaşa burada yerləşsəydi, baxın, buralarda qının taycıqlarında yerləşsəydi, bunda paxla meyvə götürərdim. Şəkildə ana bitkidən alınan A və B bitkilərin yetişdirilməsi təsvir edilmişdir. Deməli, A bitkisi generativ toxumla, B bitkisi isə vegetativ yarpaqla çoxaldılır. Gəlin, baxaq. Şəklə əsasən hansı ifadə yanlışdır? A bitkisi inkişaf edərkən cinsi hüceyrələr iştirak edib. Bəli, toxum yaranıb. Toxum yaranmanın zaman 2 qat məlumatdan yaranıb. Daha sonra isə əkilib və yeni bitki inkişaf edib. Bu doğrudur.
Hər iki bitkinin həyat dövründə inkişaf müşahidə edilir. Sözsüz ki, bunlar inkişaf edirlər, böyüyürlər. Bu da doğrudur. B bitkisində bir müddət sonra cinsi çoxalma müşahidə ediləcək. Ümumiyyətlə ikisində də bunlar çiçəkli bitkilərdirsə bir müddət sonra çiçək açıb cinsi çoxala bilərlər. Doğrudur. B bitkisi anadan fərqli irsiyyətə malik olacaq. Ümumiyyətlə yadınızda saxlayın, vegetativ çoxalma zamanı yaranan bitki ana bitki ilə genetik cəhətdən oxşar olur. Fərqli irsiyyəti olmur. Çünki özündən götürülüb axı yarpaq əkilib və yaxud da ki gövdəçilik və ya kökçilik. D variantım yanlışdır. Verilən ifadələrdən hansı yanlışdır? Dağ layəsinin çiçəyi hermafroditdir, doğrudur. Çiçəklərin çiçəyi hermafroditdir, doğrudur. Balqabağın çiçəyi deyir hermafroditdir, xeyr. Balqabaq bir cinsi çiçəyə malikdir. Kitabımızda verilib. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Protal qıcının ikinci cücərçisi, protonema mamlının ikinci cücərçisi. Qıcının ikinci cücərçisidir, protal. Sap şəkillidir. Bu arada protal lövhə şəkillidir, protonema sap şəkillidir. Çox hüceyrəlidir hər ikisi. Üzərində qamet əmələ gəlir protalın. Mamrın ilk cücərçisidir, protonema. A, D, sonra B, E, C, A variantı. Hansı rəqəmlə verilən hissədə lobya bitkisinin həyat dövrü başlayır? Toxum axtaracaq, toxumla başlayır. Toxum da burada 1-dir, toxumun cücərməsi A. Müəyyən ərazidə olan erkək quşmamrılarının dişi quşmamrılarına olan nisbəti 2-1-ə kimidir. Yəni 2 qız erkəkdir, ikisi də dişidir. Dişi quşmamrılarında qutucuqların əməyə gəlsə iştirak edən spermatozoidlə maksimumsa 24 olarsa. Yəni 24 dənə. Bu arada mamırlarda mayalama zamanı bir spermatozoid, bir yumurta hüceyrə iştirak edir. 24 spermatozoid iştirak edirsə, deməli burada 24 dənə dişi quş mamrı var. Hərəsini mayalamağa bir spermatozoid lazımdır. Biz də dedik ki, erkəklər dişlərdən 2 dəfə çoxdur. Əgər dişi 24-dürsə, erkək də bunu 2-yə vurub 48 eləyəcək. Bu da mənə deyir ki, həmin ərazidəki mamrıların cəmi 24 + 48 = 72. B. Cədvələ əsasən x + y qiymətini müəyyən edin. Çiçəkli bitkidə əmələ gələn toxum sayı. Toxumların əmələ gəlməsində iştirak edən hüceyrə sayı. Yadımızda saxlayırıq. 2 qat mayalanmada bir toxumun yaranması üçün 4 hüceyrə, 3 qamet iştirak edəcək. 50 toxum yaranırsa 200 hüceyrə iştirak edəcək. Çünki dedim axı bir toxuma 4, 50-yə də 200 alınacaq. Toxumların əmələ gəlməsi zamanı iştirak edən megaspor hüceyrə sayı. Megaspor hüceyrə, ana megaspor hüceyrə 4 megaspora bölünür. Ondan 3-ü məhv olur, biri həyatda qalır. Yəni bir toxum yaranması üçün 1 megaspor lazımdır. 50 toxuma da 50 megaspor. Bu da x, y cəmini soruşursa D. Şəklə əsasən uyğunsuzluğu müəyyən edin. 1 çiçək soğun oxu, doğrudur. 2 çiçək altlığı, doğrudur. 3 ləçək, 3 kəsə yarpaqdır. Yanlışdır. Bunu götürürüm. Yanlış istəyir. 4 örtük yarpağı. 4 ləçəkdir. Bu da yanlışdır. 5 erkəkcik. Bəli, doğrudur. 6 dişicik. Bəli, doğrudur. 7 kəsə yarpağı. 7 yox. Bu örtük yarpağıdır. 3, 4, 7. A variantı. Toxumların özü yayır. Noxudu götürə bilərəm elə. Ümumiyyətlə paxla meyvədir, buynuz meyvədir, qutucuq meyvədir. Bunlar toxumların özü yayır və ya itixiyarıdır. Səncərotu küləklə, qızılağac suyuyla, at pıtrağı heyvanlarla yayır. Doğru fikirləri seçin. Öz-özünə tozlanan bitkidə 2 qat mayalanmada əmələ gələn zigot, yəni 2-in, endosperm, yəni 3-in, cəmi 35 xromosom var. 2-in üstə gəl 3-in, 5-in. 5-in də 35-dirsə, N-də deyəcək 7. Bunu bildim. N nədir mənim? Yumurta hüceyrəm N olur. Spermim N olur. Mərkəzi hüceyrəm 2N olur. Zigotum 2N olur. Endospermin 3N olur. Yəni deyir, sperm xromosom dəsti 7 olar. 14 olar yazıb burada. Bir sperm 7 olmalıdır. Spermlərin yaz sayda onda düz olardı. Sperm ikisi birlikdə 14 olacaq. Çünki N-mi 7 tapdım axı. Endosperm xromosom dəsti 21 olar. Bəli, endosperm 3N-dir. N-im də 7-dirsə 3 vur 7, 21. Bu doğrudur. Zigotun xromosom dəsti 7 olacaq. Xeyr, zigot 14 olacaq. Çünki zigot 2N-dir. N-im də 7-dir. Vuranda 2, 14 eləyəcək. Mərkəzi hüceyrənin xromosom dəsti 14 olar. Doğrudur. Mərkəzi hüceyrə 2N-dir. N-im də 7 olduğu üçün doğru olacaq. Yəni düzgünüm olacaq 2 və 4. B variantı.
Sxemen səsinin 1, 2, 3 və 4 rəqəmlərinin yerinə müvafiq olaraq yazılmalıdır. Qeyri-cinsi yolla yeraltı vegetativ orqan. Yeraltı vegetativ orqanın gövdə yumrusunu götürə bilərəm, soğanaq götürə bilərəm, kökümsov götürə bilərəm. Deyir ki, bunlarla çoxalır. Hə, burada mənə deyir gövdə yumrusu da çoxalır. Çoxalırsa kartofu götürəcəm. Sonra gövdə yumrusu da çoxalmırsa, amma yeraltıdırsa ya kökümsov götürməliyəm, ya soğanaq. İndi burada baxaq. Məsəl üçün, bəlliyə getdimsə, kartofu götürdümsə, elə B variantı uyğun gəlir. Onda da nərgiz götürəcəm, soğanaq. Xeyr, yeraltıdır, amma gövdə yumrusu deyil, soğanaqdır. Uyğun gəlir. Qeyri-cinsi yolla vegetativ orqana çoxalır, xeyr. Yeraltıdan çoxalmır, bığcıqla çoxalır, yəni yer üstüdən. Bığcıqla çoxalırsa 3 çiyələk olmalıdır. Yer üstü başqa burada bığcıqla çoxalmayanda bənövşə götür yarpaqçılı ilə. Elə B variantı uyğun gəlir. 21-də B. Verilənlərdən hansı əmələ gəlsin? Yumurtalıq. Yumurtalıqda nə yaranır? Meyvə yaranır. Meyvələri tapaq. 2, 4. 1. Əsas köklə gövdən aşağı hissəsinin şəkil dəyişməsi meyvə kökdür. 3. Gövdə yumrusudur. 5. Soğandır. Soğanaqdan soğanaq yaradıb, gövdə şəklini dəyişib. 6-da da meyvə kökdür. Düzgün cavabım olacaq 2 və 4. C variantı. Aşağıda strukturlar verilən çiçəyin formulu hansıdır? Aha, çiçək formulunda mən burada baxacağım kəsə yarpaqlarına, kəsə yarpaqlar ləçəklərə, erkəkcik və dişiciyə. 1, 2, 3, 4, 5. K5, daha sonra ləçəklər 1, 2, 3, 4, 5, S5. Erkəkcik də elə 5, yəni Andresi də 5. Genisi isə bircə dənədir. K5, S5, A5, G1. C variantı. İlk qıcın inkişaf dövründə X işarə edilmiş mərhələdə baş verir. Deməli, burada sporlar yayırdı. Baxın, yarpaqdan sporan gedən sporlar yayırdı. Cücəldi, protal yaratdı. Daha sonra protolda qametlər inkişaf etdi və ondan sonra yetkin fərd yaranacaq. Yetkin fərd, ilkin cücərti yaranır. İlkin cücərtdən də yetkin fərd. İlkin cücərtidən bu arada protalın üzərində yenə bir cücərti, yəni cavan bitki yaranır. Belə deyək, protal özü ilkin cücərtidir. İlkin cücərtinin üstündə cavan bitki yaranmamışdan qabaq mayalanma getməlidir. İndi bu da ona uyğun gəlir. Sporların əmələ gəlməsi xeyr, burada göstərilib. A olmaz. 2 qat mayalanma bu çiçəkli bitkilərə xasdır. Antriyada spermlərin əmələ gəlməsi xeyr. Qametlərin birləşək ziqot əmələ gətirməsi bunu götürə bilərəm. Çünki ziqotdan sonraki mərhələdə cavan bitki yaransın, o da yetkin bitkiyə başlanğıc versin, uyğun gəlir. Toxumlu bitkilər üçün ortaq deyil, yumurtacığın olması. Həm çılpaqda, həm örtüldə ikisində də yumurtacıq var. Tocuğun olması, bəli. Hər ikisində tocuq var. Yumurta ceri hər ikisində var. Spermdə həmçinin hər ikisində var. Tocuq borusu hər ikisində var. Amma erkəkcik və dişicik, erkəkcikdir, dişicikdir, çiçəkdir, meyvədir. Bunlar yalnız çiçəkli bitkilərə, yəni örtülü toxumlara xasdır. Elə də yanlış olacaq. Bu qədər. Sağ olun.